Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Ramazan bayramınızı təbrik edirəm. Allah hər kəsin tutduğu orucları, etdiyi ibadətləri qəbul etsin. Bu videoda mən sizinlə çox ləzzətli, ən əsası çox asan başa gələn umaç halvasının hazırlanmasını bölüşürəm. Qeyd etmək istəyirəm ki, mən özüm də ilk dəfədir ki, bu asan üsulla hazırlayıram və çox da bəyənib xoşuma gəldi. Öncə 4 stəkan unu blenderin qabına əlavə edirəm və üzərindən də 1 stəkan süd əlavə edirəm. Südü su ilə də əvəz edə bilərsiniz. Çox asanlıqla blenderi 1-2 dəfə işlətməklə çox gözəl umaç hazırlanır. Umaç hazır olduqdan sonra umacı dəsmalın üzərinə sərib 4-5 saat quruduram. Siz bunu axşamdan da edə bilərsiniz. Umacın içərisində gördüyünüz kimi biraz yumrular qalır, un topaları. Əslində un deyil, umac yumurlanır. Əlimizlə bu cür etdikdə onlar da əzilir. Çox gözəl umac alınır. Yəni süzgəcdən, ələkdən keçirməyə heç bir ehtiyac qalmır. İndi isə keçirəm halva üçün şirə hazırlamağa. 2 stəkan şəkər tozu və 1 stəkan su əlavə edib qazana qoyuram qaynamağa. Şirə qaynamağa başlayandan 1 dəqiqə qaynadıb ocaqdan götürürəm və qoyuram bir kənarda şirə soyusun. Halvanı hazırlamaq üçün tavaya 300 qram əridilmiş kərə yağı əlavə edirəm və qurudulmuş umacları da əlavə edib əlimlə heç əlimi çəkmədən qarışdırıram. Mütləq əlimizi çəkmədən qarışdırmaq lazımdır ki, umac yanmasın. Əlimizi çəksək, umac yana bilər. Və bir çimdik duz əlavə edib qarışdırmağa davam edirəm. Gördüyünüz kimi artıq umacın rəngi dəyişir və yağı da yavaş-yavaş çıxır. Bu zaman mən halvanın içərisinə biraz sarı kök əlavə etdim. Halvanın hazır olub olmadığını yoxlamaq üçün görürük ki, halvanın rəngi dəyişir və başlayır yağı buraxmağa. Bu zaman artıq şirəni əlavə edirik. Qazın xodu da bu aşamada mütləq vam xodda olmalıdır. Və biraz bu cür qarışdırdıqdan sonra artıq qazı da söndürürəm. Və halvanın yaxşı rəngi üzərində qalması üçün və biraz da tez soyması üçün mən başqa bir qaba boşaldıram halvanı. Bu cür qarışdırıb qazanın qapağını örtüb bir 20 dəqiqə bu vəziyyətdə gözlədirəm halvanı. Bu cür etdikdə halva yaxşıca dəm alır, çox gözəl, yumşaq halva alınır. Gördüyünüz kimi artıq halvamız hazırdır. İndi isə boş qaba çəkib üzərini bəzəyirəm. Dəyərli izləyicilərim, siz də bu üsulla hazırlayın. İnanın ki, çox bəyənəcəksiniz. Heç bir əziyyət çəkmədən, aş süzəndən umacı keçirtmədən blenderla çox gözəl umac hazırlamaq olur. Göz haqqınızı halal edin. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. Bir daha Ramazan bayramınızı təbrik edirəm. Allah hər kəsin süfrəsini bol, ruzili, bərəkətli eləsin. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.